Bağışlayan və mehriban uca Allahın adı ilə. Allahın salavat-ı səlamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilərimiz sizi. Quran surələrin xüsusiyyətləri mövzusu ilə yenə sizin xidmətinizdəyik. Bəqərə surəsinin tilavət etməyin hansı xüsusiyyətləri, hansı savabları, hansı fəzilətləri var, o haqda danışırdıq. Peyğəmbərimiz belə buyurur. Hər kəs Bəqərə surəsinin ilk 4 ayəsin, Ayətəl Kürsi və ondan sonra olan 2 ayəni və Bəqərə surəsinin son 3 ayəsini tilavət edərsə, Allah onun canından, malından, dövlətindən, evindən bütün narahatçılıqları kənarlaşdırar və şeytan heç bir halda onun evinə və canına yol tapa bilməz, nüfuz edə bilməz. Peyğəmbərimiz buyurur, xeyirdən boş olan ev o evdir ki, o evdə Bəqərə surəsi tilavət olunmaya. Əgər biz istəyirik evimiz xeyirlə, bərəkətlə, sağlamlıqla dolu olsun, Bəqərə surəsini evlərimizdə tilavət etməliyik. Ən azından gündə bir dəfə, böyük surə olduğu üçün hissə-hissədə oxumağın çox savabları təbii ki vardır. Amma Bəqərə surəsini evdə tilavət etməyin çox böyük üstünlükləri və ev əhli üçün xeyir və bərəkəti vardır. Peyğəmbərimiz buyurdu, ey übəy, insanlara Bəqərə surəsini öyrədin. Çünki Bəqərə surəsini öyrənməkdə bərəkət vardır. Onu boşlamaq, onu öyrənməkdən imtina etməkdə həsrət vardır. Ataların belə bir sözü var, deyir, zülmətdə bir daş var, götürən də peşmandır, götürməyən də. Əgər biz bilsək ki, Bəqərə surəsini tilavət etməyin bizim canımızda, bizim həyatımızda, bizim evimizdə, bizim malımızda, dövlətimizdə nə qədər bərəkəti var, onu hər nə qədər az oxuduğumuz üçün həsrət çəkəcəyik. Odur ki, Peyğəmbərimiz buyurdu, İnsanlara öyrədin ki, öyrənmədikləri üçün həsrət çəkməsinlər.